Növbəti sxema baxırıq. Uyğunluğu müəyyən edilmir. Axund dövləti verilibdir. Axund dövlətindən iki hökmdarın adı qeyd olunubdur. Ağsuvar xanın hakimiyyəti illərində, Mihraqulu xanın hakimiyyəti illərində. Bu hökmdarların illəri olmadığına görə bunları bir-birindən fərqləndirmək üçün biz bunların qarşısına onların hakimiyyətdə olduqları əsrləri yazsaq daha düzgün olaraq. Ağsuvar xanın 5-ci əsrdə, Mihraqulu xan isə 6-cı əsrdə hakimiyyətdə olmuş bir hökmdardır. İndi variantlara baxaq. Türkistana hakim oldu ifadəsi burada düz qalacaq. 1-ə A-nı götürəcəyik. Sasanilər dövlətindən son qoyuldu ifadəsi yanlışdır. Çünki zaman baxımından burada fərqlər var. Ağsuvar xan 5-ci əsrdədir. Sasanilər dövlətindən son qoyulması isə 651-ci ilə təsadüf edir ərəblər tərəfindən. Ona görə B-ni çıxardırıq. Firuz Şaha Sasani taxtına çıxmağa yardım etdi. Bəli, 5-ci əsrdə ümumiyyətlə Axundlar iki hökmdara, Firuza, bir də eyni zamanda Qubada hakimiyyətə qayıtmağa yenidən kömək eləmişdilər. Ona görə C-ni də götürəcəyik. A və C olacaq. İndi isə variantları ixtisar eləyək. A və C yalnız bir variantda var. Davam eləyək. Mihraqulu xanın hakimiyyət dövründə süqut etdi ifadəsi yanlışdır. Çünki Mihraqulu xan Axund dövlətinin ən qüdrətli hökmdarı hesab olunur. Ona görə bunu çıxardırıq. Hindistanın şimal-qərbinin işğalı başa çatdırıldı ifadəsi düzdür. Növbəti hissəyə baxırıq. Göytürklərlə birlikdə Sasani dövlətinin torpaqlarını bölüşdürdü. Xeyr, bu ifadə birinci növbədə Mihraqulu xanın hakimiyyət dövrünə aid deyil. İkinci növbədə ifadənin özü tərs yazılmışdı. Göytürklərlə birlikdə Sasanilər dövlətinin yox. Göytürklər və Sasanilər birlikdə Axund dövlətinin ərazisini bölüşdürür. Yəni son olaraq yekunda 567-ci ildə. Bu da uyğun deyildir. Bizim düzgün cavabımız 1-ə AC, 2-yə B olacaqdır.